T Holistik Həyat təqdim edir. Əsəbləşmək, aqressiya ən aşağı frekansdır və ən aşağı frekans ən uğursuz hadisələri həyatımıza çəkmək deməkdir. Ona görə də əsəbləşdiyin zaman səssizliyini, sükunətini qoru və enerjini boşu-boşuna xərcləmə. Çünki insanlar özləri eşitmək istədiklərini eşidirlər, görmək istədiklərini görürlər. Keçmişin yüklərindən arınmaq, təmizlənmək üçün bir neçə vasitə deyəcəm. 1. Özünə yatırım qoymaq, istər vaxt olsun, istər pul olsun, istər enerji olsun, sənin özün üçün, gələcəyin üçün etdiyin ən böyük addımdır. 2. Gün ərzində bütün sosial mediadan, telefonlardan, televizordan, qonu-qonşudan uzaqlaşaraq özün üçün özünlə görüş vaxtı təyin et və bu vaxtda sadiq qal. Bir neçə dəqiqə olsa belə öz aləminə çəkil, gözlərini qapat və öz iç dünyana dön. 3. Nəfəsinə və vücuduna diqqətini toparla, cəmlə və çalış zehninin danışıqlarına fikrini yayındırmayasan. Zehnin öz işini görərək keçmişə və həmin gün baş verən hadisələrə yönələrək səni yormağa və sənin diqqətini özünə çəkməyə çalışsa belə, iradəni işə sal, iradənə daha çox üstünlük ver və zehnini sustur. 4. Özünə yönlən və özünə sual versən, necə birisən, necə bir həyat arzulayırsan, özünü kim olaraq görürsən və gələcəkdə hansı həyatı yaşamaq istəyirsən. Sən bu sualı özünə yönləndirdiyində beynin avtomatik olaraq keçmişin yüklərindən fikrini, yəni sinapslarını dəyişdirir və sənin üçün o verdiyin suala uyğun cavab axtarmağa başlayır və beləliklə beynində yeni sinaps yolları formalaşır. Yəni, asan dillə desək, sənin üçün yeni inkişaf yolları axtarmağa başlayır. 5. Yaşamaq istədiyin sənə və arzu elədiyin həyata olan fikirlərinə duyğularını qatmağa çalış. Duyğu və fikirlərin bərabər çalışdığı yerdə bədən avtomatik olaraq bu yaşamaq istədiyin hadisənin sevincini sənə daddırmaq üçün oksitosin, dopamin, serotonin kimi hormon ifrazına başlayır. Və bu hormonlar, duyğular və fikirlər birləşərək bütün vücuduna, bütün kimliyinə bu hadisəni, yaşamaq istədiyin hadisəni artıq yaşanmış kimi hiss etdirir. Və 6. Gələcək səni tam incəlikləri ilə, necə yeridiyin, necə bir yaşam arzuladığın, necə bir evdə yaşayırsan, necə bir maşın istifadə edirsən, necə bir həyatı dadırsan, bu incəlikləri tam detallarına kimi gözünün önündə canlandırıb, hiss etməmiş gözlərini açma. 7. və ən önəmlisi. Bu arada zehnin səni məşğul etməyə çalışacaq və səni olduğun yerdən qoparmağa çalışacaq. Zehnin daima danışacaq, boş işlərlə məşğulsan, evdəki işlərinlə məşğul ol, sabahın planını cız. Sənin işin bu arada zehnini həmin vaxt susturmaqdır. Zehnini tam olaraq sustur və istəklərinə, arzularına yönlə. Çünki zehnini susturub ürəyini dinlədiyin və ürəyini də Allaha həvalə etdiyin, təvəkkül etdiyin hər yerdə uğur səninlədir. Hər cümə bənzəri videoları izləmək üçün kanala abunə olmağı və bəyənməyi unutmayın.